sizinlə cinayətlərin baş vermə fəlsəfəsi haqqında danışacağıq. Fikrimcə, bugün bir cinayət baş verirsə, bu 5 il öncəki, yəni burada 5 il şərtidir, bu 1 ildə ola bilər, 5 il öncəki səhv hərəkətlərin nəticəsidir. Yəni, illər öncə etdiyin səhv hərəkətlər bugün səni cinayətə gətirib çıxarır. Bu fikir nə tökərsən aşına, o çıxar qaşığına, atalar məsəlinə uyğun gəlir. Yəni, heç nə birdən-birə olmur. Toxum əkilir, cücərir, meyvə yetişir, budaqdan düşür və çürüyür. Hər kəs fikirləşir ki, vay, bugün bu hadisə mənim başıma niyə gəldi? Amma otur yaxşı fikirləş ki, bugün başına gələn şey bugünkü səhvlərinin nəticəsidirmi? Məsələn, maşının təkərlərinin şinləri və nakladkaları yeyilir və sən bunu dəyişdirmirsən, yağışda, qarda maşın sürüşərək bir adamı vurursan və bu onun ölümünə səbəb olur. Burada səbəbli əlaqə var. Əslində səbəblər zamanla yığılır. Başınıza gələn nəticə isə sizə sanki bugünkü hərəkətmiş kimi görsənir. Bir çox cinayətlər və təqsirli hərəkətlər uzun müddətli səbəblərin, məsələn, şəxsi vərdişlərin, psixoloji problemlərin nəticəsi olur. Bu uzun zəncir fikri həm qədim əxlaq nəzəriyyələrində, həm də müasir kriminologiyada müşahidə olunur. Qədim Yunan filosofu Aristotel demişdir ki, əxlaqi xarakter vərdişlərlə yaranır. Pis vərdişlər zamanla pis hərəkətlərə gətirir. Keçmiş vərdişlər, şərait və seçimlər çox vaxt gələcək cinayətə təsir edir. Müasir tədqiqatlar göstərir ki, bəzi fərdlərdə problemli davranış illər üzrə yığılır və sonda bədbəxt hadisəyə, cinayətə gətirib çıxarır. Lakin burada tam determinist olmaq da yanlış olardı. Çünki ani hadisələr, şans, xarici təsirlər və şəxsi məsuliyyət məsələləri də əhəmiyyətlidir. Çünki bəzi hadisələr, bəzi cinayətlər təsadüfi şans, ani impulslar və moral luck səbəbilə də baş verə bilər. Moral luck əxlaqi bəxt deməkdir. Bəzən iki nəfər eyni dərəcədə səhv edir, ancaq bunların nəticələri fərqli olur və biz onları fərqli cəzalandırırıq. Məsələn, A içkili maşın sürür, ancaq heç kimi vurmur, polis onu tutur, ancaq bunun cəzası yüngüldür. Daha sonra B eyni dərəcədə içkili, eyni məsafə, eyni sürətlə maşın sürür, ancaq qəflətən onun yoluna piyada çıxır və o vurub piyadanı öldürür. Hər ikisi eyni dərəcədə məsuliyyətsiz idi. Lakin burada fərq yalnız bəxtədir. Biri qarşısına insan çıxmadığı üçün şanslıdır, digəri isə faciə ilə üzləşir. Ancaq hüquq və cəmiyyət beyni daha çox günahkar hesab edir. Diqqətiniz üçün təşəkkür edirəm.